Salam. Alt üstün ilk eventi vloguna xoş gəlmisiniz. Deməli, yanımda Tyler the Creator'ın yöneli var. Gedirik Mərdəkana. Gecəyimizlə birlikdə. Bugünkü event bizim ilk təqdimat eventimizdir. Hava çox əladır bu arada. Burada biz layihənin mahiyyətini, önəmini, gələcəyini danışacağıq. Çoxlu qonaqlarımız gələcək. Qonaqlarımızın çox az bir hissəsini tanıyıram, amma yeni insanlarla tanış olacağam. Ümid edirəm ki, qəşəng keçəcək. Mərdəkana çatdıq, uşaqlar. Hava çox gözəldir və bugünün belə olmağı bizi daha xoşbəxt eləyir. Hava yaxşı olanda modumuz qalxır. Sizə keçən dəfə buranı göstərməmişdim. İstəyirəm indi göstərim. Qapıdan girən kimi bir yaşıllıq var. Yaşıllıq və təbiət ana alt üst üzvləri üçün çox vacibdir. Burada bir hovuzumuz var. Tez istəyirəm ki, bunu istifadə eləyəcəyimiz günlər gəlsin. Məsələn, gün çıxdığını gördüksə onu da görərik deyə düşünürəm. Biz bugünkü görüşü təqdimat xarakterli bir görüş düşünürük. Bura bizim yaradıcı icmadan kreativ direktorlar, musiqiçilər, dizaynerlər olmaqla 20 nəfərə qədər iştirakçı deyəcəkdim. Sonra dedim yox, iştirakçı deməyim. Qonaq çağırmışıq. Qonaq çağırmışıq. Bu yaradıcı icmadan olan insanlara biz alt üstün bütün belə deyək, ideyasını, hansı ki biz bu Mərdəkanda, bu evdə nə edəcəyik, bunları başa salmaq istəyirik. Bunların hamısı detallı şəkildə Fuad tərəfindən izah ediləcək onlara. Bugün həm sosiallaşacağımız bir gün olacaq, çünki bunu əslində az eləyirəm, bilirəm biraz daha buna vaxt ayırmalıyam. Amma yəni bilmirəm, istəyirəm ki, nəsə olsun, belə gözəl eventlər olsun, belə yerlərdə biz daha çox özümüzü ifadə eləyək. Burada həm bizim təqdimat görüşümüzdür əslində. Bir tərəfdən də yəni insanların bir-biri ilə sosiallaşa biləcəyi bir yer olacaq. Onsuz da hamısı birbirini tanıyır. Deməli uşaqlar, birinci qonaqlarımız gəldi. Diqqət qonağının. Diqqət qrupunun solisti Elvin. Xoş gəlmisən Elvin. Çox sağ ol ki, gəldin. YouTube-a siqareti necə qoyun bax. Yaxşı, sənətçilər neynəsən, mən bulurluyum. Senzor eləyərsən, bulurlayarsan. Hə, çox sağ ol gəldiyin üçün. Səncə alt üst nədir? Alt üst? Nə kimi bir təsəvvürün var alt üstlə bağlı? Alt üst açığı Fuad mənim dostumdur deyə, alt üst ideya kimi yaranan mənim alt üstdən xəbərim var və alt üst bir cəmiyyətdir, hansı ki yaradıcı insanları özündə birləşdirib, cəmləşdirmək istəyir ki, özünü yalnız hiss edən musiqiçilər, hansı ki səhnədə və yaxud da ki öz həyatında yalnız qalır, yalnız olmasınlar, bir-birinə dəstək olsunlar, hansısa bir təcrübələrini bölüşsünlər, bir sənətçi kimi, insan kimi, yəni hər bir şeyi cəmləyən bir proyektdir və açığı gözəldir. Səbəbkar Fuad indi başlayacaq danışmağa, amma bura heç yaxşı deyil. Zəhmət olmasa ora keç, üzvə gün düşsün. Yes, buyur. Nə düşünürsən? Necə hiss edirsən? Yaxşı, xoşdur. Yəni ki, uzun müddətdir düşündüyümüz bir layihəni indi reallaşdırmağa çalışırıq. Ona görə xoşbəxtəm. İnsanların enerjisi səncə necədir? Yaxşıdır əslində. Yəni ki, xoşdur hər birini burada görmək bizimlə. İndi biz çalışırıq ki, bu bizim gələcəkdəki planlarımızı insanlara izah edək, öz məqsədlərimizi, dünya görüşümüzü ki, biz burada nələr etmək istəyirik, planlarımız nədir, bunları bölüşürük və onlar da maraqlı gəlir. Bu da məni təbii ki sevindirir. Başda mən biraz qorxdum, çünki heç kim bir-birini tanımırdı deyə. Dedim, bizim işimiz çox çətindir. Sonradan gördüm ki, öz bir-birlərindən danışırlar falan, biz də kömək elədik. Ona görə yəni ki, biz də özümüz çalışırıq ki, o səmiyyəti yaradaq burada və hamı özünü rahat hiss eləsin.
Çünki istərsəniz uzaqdan da olsa, amma bir nəsli tanıyır. Ona görə biraz istəyirəm ki, hamı daha da açılsın, daha belə ünsiyyətə meyilli olsunlar belə. Belə daha da çox yəni ki, insanı gördükcə özüm də daha da çox motivasiya oluram ki, bu layihəni biz də oradan eləməkdə düzgün iş görürük Və eləyirik. Və davamlı olar və daha çox insana maraqlı olar və bizə qoşulmaq istəyərlər. Belə. Tahirə, xoş gəlmisən. Necəsən? Təşəkkürlər. Yaxşıyam, əlayam. Məncə qəşəng təşəbbüsdür, çünki ehtiyac var Azərbaycanda belə layihələrə. Çünki yəni məncə də oradan çox istedadlı gənclər var, hansı ki onlara belə bir mühit lazımdır ki, onlar öz istəklərini gerçəkləşdirə bilsin. Sən bir dizayner kimi, məsələn bizdə hansı boşluqları görürsən? Səncə bizim icmalarda nə olsa, bilirəm çoxdur amma səncə bizim icmalarda nə olsa daha da irəliləyici olar? Yəni boşluqlar nələrdir? Çox boşluqlar var, amma boşluqlardan biri bəlkə də ola bilər ki, büdcə, sponsor, onlara inanan gənclər yox. Gənclərə inanan insanlar yoxdur. Ay sağ ol, gözləyirdim bu cümləni qurasan. Çünki düşünürlər ki, onlar daha yaxşı bilirlər, amma məncə Biz daha yaxşı bilirik. Yes, of course. Okay, necəsən Nihat? Yaxşıyam, sən necəsən? Yaxşıyam, süpərəm. Əsas odur ki, sən özünü necə hiss eləyirsən? Mən o maraqlıdır hazırda. Hələ ki biraz anksiyetem var. Niyə? Nə bilim, O boyaqdan danışmırsan. çox da danışmıram. Dinləyən tərəf olmağı seçirəm. Nə düşünürsən bu barədə? Yəni səncə Azərbaycanın yaradıcı icmasında nə yoxdur? Mədəniyyətdə nə yoxdur? Bu yoxdur. Bunu görürsünüz, bu yoxdur, amma artıq var. Səncə ölkənin əyləncə, yaradıcı icmasına nə kimi şeylər lazımdır? Bayaq dedim bu lazımdır, amma Problem nədir? Yeni nəsil gəlir, amma yeni nəslin görüb öz zövqlərini formalaşdıra biləcəyi bir şeyi əvvəlki nəsil heç bir şey eləməyiblər. Ortada heç bir doğrudan maraqlı, yaradıcı bir şey məncə, yəni az da, yox dərəcəsindədir. Yəni çox az kateqoriyada bir şeylər indiyə qədər olub, amma baxırsan qlobalda o qədər çoxlu şeyləri var ki, fərqli şeylər, fərqli musiqi janrları, alt janrlar falan ya da nə bilim çox yaradıcı bir şeylər falan filan, amma bunların heç biri bizdə indiyə qədər olmayıbdı deyə Azərbaycan uşaqları da İngilis dili, Rus dili falan da çox oxumaq istəmirlər, öyrənmək istəmirlər deyə o qlobalın qapılarını falan açıb bir xarici kontent tükətmirlər deyə ancaq Azərbaycandakı şeylərlə kifayətləndirlər və zövqsüz formalaşırlar. Əvvəl-axır hansısa bir kruqun çıxıb ortaya nəsə bir şey eləməyinə ehtiyacı var idi ki, bu uşaqlar gəlsinlər, yol açsınlar, olmayan şeyləri də gətirsinlər. Hətta heç qlobalda olmasına gerek yoxdur. Sıfırdan da nəsə bir şey yaradıb, yeni bir şey yaratmaq olar ki, qlobaldakılar baxsın ki, Azərbaycanda heç dünyada olmayan bir şey artıq var və biz o şeyi gətirək də, qlobal bizdən kopyalasın falan. Yəni bunları eləmək üçün nə vaxtsa bu olmalı idi? 25 yaşımda oldu. Gözəl. Bundan sonra da ümid eləyirəm ki, hamısının bir ardı gələr. Əslində mən son zamanlarda çoxlu belə layihələr görürəm. Kommunitilər, yerli brendlər, yəni ki, çox görürəm, hələ təzədirlər, biz də təzəyik, amma görürəm ki, çoxdur. Yəni 5-6 il əvvələ nisbətən Əlbəttə 5-6 il əvvəl heç birimizin bunları eləmək üçün ümidi belə yox idi. Networkingimiz yox idi, pulumuz yox idi, şəraitimiz yox idi falan, amma artıq o 5-6 il əvvəl bunların xəyalını quran uşaqlar gəldi, böyüdü və bu illər ərzində bir-birlərini tapdılar falan filan, artıq hazır kimi hiss edirəm. Deməli uşaqlar, yanımda şey var, mövcud olan ən bomba reper. Necəsən Eynullah? Yaxşıyam, əladır hər şey. Necə özünü hiss eləyirsən, evi falan bəyəndin? Çox əla, mən çox bəyəndim. Bura mənə ləzzət elədi. Neçə vaxtdır dostları hamını bir yerdə görmürdüm. Elə hamı burada görüşdük, çox yaxşıdır. Onsuz da bir qiyabi olsa da tanıyırıq bir-birimizi. Neçə vaxtdır görüşməsək də burada yenidən söhbətlər var danışmağa. Sənin üçün alt-üst nədir? Sən necə bir şey gözləyirsən olsun? Alt-üst mənim üçün, mən belə başa düşdüm ki, elə bir cəmiyyət yaratmaq istəyir mənim dostlarım ki, burada bütün yaradıcı beyinlər toplaşsın, öz fikirlərini bölüşsün bir-biri ilə. Məncə burada bir-birini tanıyan, başa düşən dostlar bir-birinə fikirlərini bölüşməlidir. Yəni burada daha yaxın olmalıdır insanlar bir-birinə. Yəni hamını tanıyırıq, uzaqdayıq, yenidən birləşmək lazımdır, ortalıqda olmaq lazımdır. Bir musiqiçi kimi səncə ölkə mədəniyyətində tək yəni musiqiyə aid deyil, yaradıcı icmada nə yoxdur, nə çatışmır, sən nə olmasını istəyərdin ki, sən azad şəkildə yaradıcılığa davam eləyəsən?
Mənə görə mən belə fikirləşirəm ki, heç bir şey əslində bizə yad deyil. Biz hər şey əldə edə bilərik yaradıcı cəhətdən. Yəni müxtəlif insanlarla tanış ola bilərik. Yəni hər şey əlçatandır demək istəyirəm. Yəni yaradıcılığı stoplayan heç nə yoxdur. Sadəcə motivasiya lazımdır və özgüvən lazımdır məncə insanlarda ki, müxtəlif fikir ola bilər ki, dəstəklənməlidir, təkan verilməlidir ona. Yəni əgər bir fikir yarandısa, o 100% icra olunmalıdır. Məncə hər şey var əlimizin altındadır, sadəcə motivasiya lazımdır. Onu da belə toplaşmaqla məncə əldə edirik. Burada bir-birini tanıyan insanlar, tanımayan insanlar bir-birinin fikirlərinə dəstək olur. Məncə sırf motivasiya cəhətdən boşluqlar var. Belə baxanda artıq hər şeyə əlimiz çatır. Ona görə yəni sadəcə həvəsli olmaq lazımdır mənə elə gəlir. Yəni yeni başlayan hamıya da məncə bunu demək olar ki, dayanmasınlar, motivasiyasını həmişə güclü saxlasınlar, nəsə eləsinlər. Və musiqi productiondakı biz burada çəkilişlərini edə bilərik, kontentləri biz burada bölüşə bilərik ki, bizim icmadakı olan üzvlərin işləri və bütün bu belə deyək, həm belə fərqli biraz ab-havada yığışıb parçalar keçirə bilərik. Və biz bu proyekti əsas indi sentyabr ayından reallaşdırmağa çalışırıq. Belə deyək, tanışlarımız var ki, buradakı artistləri artıq biz xarici festivallarda çıxartmaq ki, festivallarda da qlobalda tanısınlar. Çünki Avropada çox gənclər, yəni bizim yaşlarımızın çoxsu bəlkə də yəni xaricdəki məsələn fərqli festivallarda bizim artistlərin gəlib dinləyərək, yəni özləri donation edərək və biz bu layihənin əslində başlayanda birinci rəqəmsal bir məhsul kimi başlamışdıq ki, tam rəqəmsal olsun və onlayn olaraq artistləri dəstək ola bilsinlər insanlar. Edirəm, amma bilmirəm hara yolumu tutmuşam uzaqlara günüm incə işıqları düşür gözümə mənim. Event bitdi, uşaqlar. Bacardığım qədər nələrsə çəkməyə çalışdım, amma biraz da çalışdım ki, anı yaşayım. I know I won't be sad forever. Tonight I kiss the bottle on the lips. It's desperate times require desperate pleasure. I don't need another friend. Pull up at this petrol station, please.